Qoç, bugün sizin üçün asan və əlverişli olacaq. Qırılmış münasibətləri bərpa etmək üçün uyğun zaman və şərait yaranacaq, bu da sizi doğru insana yönəldəcək. Bir çox qoçlar əlavə gəlir mənbəyi tapacaq. Qısa müddətdə qəbul etməli olduğunuz perspektivli təkliflər almağınız mümkündür. Çölə çıxmaq və mədəni tədbirlərdə iştirak etmək sizə böyük zövq verəcək. Maraqlı insanlarla gözlənilməz tanışlıqlar ola bilər. Uzun müddətdir tanıdığınız biri ilə romantik münasibətlərin inkişafı mümkündür. Gün məşğul gün olacaq. Boş yerə vaxt itirməyəcəksiniz və çox şey etməyə vaxtınız olacaq. Bir çox suallara düzgün cavabların üzdə olması sizi sevindirəcək və onları tapmaq üçün beyninizi yormağa ehtiyac yoxdur. İşgüzar danışıqlar yaxşı keçəcək, ola bilsin ki, sizin yeni müttəfiqləriniz, hətta himayəçiləriniz ortaya çıxsın. Tanışlıq asan olacaq, çox fərqli insanlarla belə tez bir zamanda ümumi dil tapmağı bacaracaqsınız. Bugün həm dostluq, həm də romantik münasibətlər başlaya bilər. Günorta darıxdığınız insanlardan xoş xəbərlər gələcək. Xoş xəbərlər və ruhlandırıcı hadisələr gətirən maraqlı gün olacaq. Siz çətinliklərdən qorxmayacaqsınız və maneələr qarşısında geri çəkilməyəcəksiniz. Çətin işlərin öhdəsindən gələcək və onlarda uğur qazanacaqsınız. Gözləmədiyiniz insanlar köməyə gələcəklər. Uzun bir dostluq və ya gözəl bir romantik hekayə də elə ümumi işlərdən başlaya bilər. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Burada intuisiyanıza arxalana bilərsiniz. Onun göstərişlərinə əməl etsəniz, heç kim sizi çaşdıra bilməz. Vacib və ciddi bir işi öz üzərinə götürməyin vaxtıdır. Onda ilk uğurları tez əldə edəcəksiniz, necə davam edəcəyinizi başa düşəcəksiniz. Təcrübəsi dəfələrlə sizə faydalı olmuş insanlar tərəfindən böyük məsləhətlər veriləcək. Gün ünsiyyət üçün əlverişli olacaq. Həm yeni müttəfiqlər, həm də həqiqi dostlar tapa bilərsiniz. Romantik münasibətlərin başlanğıcı da mümkündür. Pul daxil olmalarını da gözləyə bilərsiniz. Köhnə borcları qaytara, əvvəllər gördüyünüz işlərə görə ödəniş edilə bilər. Tez qazanc vəd edən əməkdaşlıq təklifləri də var, sizin üçün vacib olan görüşlər yaxşı keçəcək. Başqaları ilə tez bir zamanda ümumi dil tapa, onların sizdən nə gözlədiklərini başa düşə biləcəksiniz. İntuisiyanız sizə əvvəllər anlaşa bilmədiyiniz insanlara necə yanaşmaq lazım olduğunu söyləyəcək. Rəqiblər müttəfiqə çevrilə bilər. Tezliklə başa düşəcəksiniz ki, onlara arxalana bilərsiniz. Adi işlər çox səy və vaxt tələb etməyəcək, istədiyiniz nəticəni tez əldə edəcəksiniz. Bəzi yeni ideyaları həyata keçirmək imkanı yaranacaq. Burada gözləmədiyiniz bir insan sizi dəstəkləyəcək. Uzun bir dostluq və ya gözəl bir romantik hekayə başlaya bilər. Gün işgüzar ünsiyyət üçün əlverişli olacaq. Potensial işə götürənlərlə görüş və ya rəhbərliklə ciddi söhbət üçün uyğun gəlir. İlk olaraq nəyə diqqət etməli olduğunuz bəlli olacaq və ən vacib olanı etmək üçün kiçik işləri bir kənara qoyacaqsınız. Son zamanlar çox narahatlığa səbəb olan məişət problemlərini həll etmək düşündüyünüzdən də asan olacaq. Günün ikinci yarısında yaxınlarınız sizi xoş sürprizlər, xoş xəbərlər və ya maraqlı təkliflərlə sevindirəcək. Buğa, səhər saatları sizin üçün çətin keçəcək. Duyğularınızı nəzarətdə saxlamaq və xırda məsələlərə görə əsəbləşməmək çətin olacaq. Bu saatlar ciddi söhbətlər, mühüm qərarlar və böyük işlər üçün uyğun deyil. Əksər buğalar ev işləri ilə məşğul olmalıdır. Yaxınlarınızla mübahisədən yayınmağa çalışın, çünki ümumi dil tapmaq çətin ola bilər, amma əhəmiyyətsiz səbəblərlə mübahisə etməyiniz mümkündür. Gün ərzində müsbət meyllər güclənəcək və vəziyyət yaxşılaşacaq. Günortadan sonra qısa səfərlər üçün münasib vaxtdır. Tək qalmaq sizə rahatlıq və daxili tarazlıq verəcək. Günün ilk yarısında xırda çətinliklərdən və anlaşılmazlıqlardan qaçmaq çətin ki, mümkün olsun. Amma narahat olmayın. Bu zaman ciddi problemlərin yaranması ehtimalı azdır və siz hər şeyin öhdəsindən tez gələcəksiniz. Köhnə dostlar həvəslə kömək edəcəklər, onların dəstəyi sayəsində çətin anda özünüzü itirməyəcəksiniz. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq və günün ikinci yarısı xeyli xoş keçəcək. Bu zaman bəzi köhnə istəklər gerçəkləşə bilər və böyük ümidlər bəslədiyiniz planın həyata keçirilməsi üçün şərait əlverişli olacaq. Hər şey asan olmayacaq, amma mütləq uğur qazanacaqsınız.
Bəzi problemlərin həlli ixtiraçılıq tələb edəcək. Nə qədər çətin olsa da başqasından nümunə götürmək deyil, özünə məxsus bir şey ortaya qoymağa çalışmaq vacibdir. Əvvəllər əldə edilmiş təcrübə məqsədə gedən yolu tez tapmağınıza kömək edəcək. Gün ciddi məsələlərin müzakirəsi üçün münasibdir. Bir çox şeylər haqqında birbaşa danışmağa hazır olduğunuzu başa düşəcəksiniz və bu anlaşılmazlıqların qarşısını almağa və hər hansı mürəkkəb məqamları tez bir zamanda aydınlaşdırmağa kömək edəcək. Axşam xoşuna gəlmək istədiyiniz insanla görüş üçün münasibdir. Gözəl ideyalarınız olacaq. Onların həyata keçirilməsi üçün fürsət yaxın gələcəkdə yaranacaq, lakin hələlik siz müttəfiqlər tapmağa diqqət edə bilərsiniz. Yaxınlıqda köməyi çox faydalı olacaq insanlar var və birgə hərəkətlərdə onlarla razılaşmaq asan olacaq. Planlarınızdan elə danışacaqsınız ki, onların həyata keçirilməsində hamı iştirak etmək istəyəcək. Gün alış-veriş üçün əlverişlidir. Əgər siz uzun müddətdir hansısa faydalı bir şeyi almağı planlaşdırırsınızsa, lakin seçim etməkdə qərar verə bilmirsinizsə, bugün mütləq nəticə verəcək. Hədiyyələr də istisna edilmir. Gün asanlıqla başlayacaq, elə səhərdən hiss edəcəksiniz ki, bəxt sizin tərəfinizdədir. Bununla belə, hər şeydə şansa güvənməməlisiniz, həqiqətən əhəmiyyətli bir uğur əldə etmək üçün çox çalışmalı olacaqsınız. Bu zaman söz verməmək və heç bir ciddi öhdəlik götürməmək daha yaxşı olar, çünki sözünüzü tutmaq çətin olacaq. Günün ikinci yarısı həm xoş hadisələr, həm də xoş xəbərlərlə sevindirəcək. Aydın olacaq ki, həyatın bütün sahələrində yaxşılığa doğru dəyişikliklər mümkündür. Dəyişiklikləri sürətləndirmək üçün nə etməli olduğunuzu hissiyatınız sizə deyəcək. Bugün bəzi mühüm qələbələr qazanmaq, çətin işlərin öhdəsindən yaxşı gəlmək şansınız olacaq. Bu o demək deyil ki, hər şey asan olacaq, çox çalışmalı olacaqsanız. Ancaq nəticənin səylərinizə dəydiyini dərhal başa düşəcəksiniz və çalışmalarınızı əsirgəməyəcəksiniz. Köhnə müttəfiqlər həvəslə kömək edəcəklər, lakin yeni tanışlardan qeyd-şərtsiz dəstək gözləməmək daha yaxşıdır. Günün ilk yarısı sizə tanış olan vəziyyətlərə yeni şəkildə baxmağa imkan verən və yaradıcı yanaşma tələb edən fəaliyyətlər üçün əlverişlidir. İkinci yarı maliyyə məsələlərinin həlli üçün əlverişli olacaq. Əkizlər. Bugün enerjiniz yüksək olacaq, bu səbəbdən planlaşdırdığınız işlərin öhdəsindən uğurla gələcəksiniz. İndi səliqə-sahman yaratmaq və artıq əşyalardan qurtulmaq üçün əlverişli zamandır. Köhnə narahatlıqlar yada düşə bilər, amma sizi yormayacaq. Bir çox əkizlər faydalı insanlarla tanış olacaq ki, bu da gələcəkdə iş baxımından əhəmiyyət daşıyacaq. Özünüzü yeni bir sahədə sınamaq üçün münasib zamandır. Tez öyrənəcəksiniz və ilk nəticələr uzun çəkməyəcək. Axşam saatları, xüsusilə ortaq maraqlarınız olan insanlarla görüşlər üçün əlverişlidir. Bugün təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görəcəksiniz. Vacib işlər çətin görünməyəcək, onları həvəslə qəbul edəcək və tez bir zamanda istədiyiniz nəticəni əldə edəcəksiniz. Şübhəsiz ki, ortaya çıxan yeni ideyalar təcrübəsinə etibar etdiyiniz insanlarla müzakirə edilməlidir. Yəqin ki, planınızı ən yaxşı şəkildə necə həyata keçirəcəyinizi deyəcəklər. İntuisiyanız maliyyə məsələlərini həll etməyə kömək edəcək. Gün sərfəli sövdələşmələr, uğurlu alışlar vəd edir. Sevgidə də bəxtiniz gətirəcək, ən azı təşəbbüsü öz üzərinə götürənlər üçün. İşgüzar görüşlər, iş və bizneslə bağlı məsələlərin müzakirəsi üçün əla gündür. Bugün hətta adətən yalnız öz fikri ilə maraqlanan insanlar da sizi dinləyəcəklər. Nüfuzlu müttəfiqlər tapmaq şansı olacaq. Onların dəstəyi sayəsində siz tez bir zamanda məqsədlərinizə çatacaqsınız. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla mübahisələrə səbəb olmayacaq. Sevdiyiniz bir insan sizinlə vaxt keçirmək fürsətinə sahib olmaqdan xoşbəxt olacaq, hər hansı bir təklifinizə həvəslə cavab verəcək. Romantik bir görüş qeyri-adi və yadda qalan olacaq. Artıq günün birinci yarısında başa düşəcəksiniz ki, əvvəllər çox çətin, demək olar ki, qeyri-mümkün görünən bir işi öhdənizə götürməyə hazırsınız. Müttəfiq tapmaq çətin olmayacaq və gözləmədiyiniz insanlar tərəfindən də dəstək alacaqsınız. Potensial işə götürənlər, gələcək biznes tərəfdaşları ilə görüşlər yaxşı keçəcək. Günortadan sonra emosional fon daha da gərginləşə, əhval-ruhiyyəniz pisləşə bilər. Ancaq rahatlığınızı tez bir zamanda bərpa edə biləcəksiniz.
Sevimli bir iş və ya sizin üçün xüsusilə əziz olan bir insanla görüş bu işdə kömək edəcək. Bugün gözəl ideyalar gözlənilmədən peyda olacaq və planlarınızı dərhal dəyişəcək. Yeni planın həyata keçirilməsinə dərhal başlamaq daha yaxşıdır. Hətta bunun üçün başqa işləri təxirə salmalısınız. Köhnə dostlar kömək təklif edəcəklər. Bunu tək başına edə biləcəyinizə əmin olsanız belə kömək təkliflərini rədd etməyin. Bugün müşahidə və təfərrüata diqqət yetirmək sizə çox şey öyrənməyə, faydalı məlumat əldə etməyə və tezliklə nəyin faydalı olacağını öyrənməyə kömək edəcək. Həyatın demək olar ki, bütün sahələrində müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Yalnız maliyyə məsələləri ilə məşğul olanda ehtiyatlılıq tələb olunacaq. Burada xoşagəlməz sürprizlər ola bilər. Duyğusal fon gün ərzində dəyişəcək. Səhər fikir toqquşmalarından qaçmaq çətin ki, mümkün olsun. Bəziləri xırda məsələlərdən ciddi şəkildə narahat olacaq, digərləri xoşagəlməz xatirələrdən qurtula bilməyəcəklər. Ancaq müsbət tendensiyaların təsiri tez bir zamanda güclənəcək və günortadan sonra əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq, sevinç üçün səbəblər çox olacaq. Günün ikinci yarısında bəzi mürəkkəb işləri, qeyri-müəyyən situasiyaları nizama sala biləcəksiniz. Uzun müddət məlumat toplamağa ehtiyac yoxdur, intuisiyanız düzgün nəticələrə gəlməyə kömək edəcək. Xərçəng. Bütün gözləntiləriniz tam gerçəkləşməsə də gün ümumilikdə uğurlu keçəcək. Səhər saatlarında ev və şəxsi işlərinizi qaydaya salmağınız faydalı olacaq. Yaxınlarınızdan köməyə ehtiyacı olanlara dəstək vermək fürsəti yaranacaq. Bir çox xərçənglər son vaxtlar anlaşılmazlıq yaşadıkları qohumları ilə münasibətlərini düzəldə biləcəklər. Özünüz istəməsəniz də əvvəl verdiyiniz vədləri yerinə yetirməyə çalışın. Yaxşı reputasiyanız gələcəkdə sizə dəstək olacaq. Axşam sakit mühitdə ailə və ya sevilən bir insanın əhatəsində keçməlidir. Çox işlər plan üzrə getməyəcək, gün sürprizlər və gözlənilməz hadisələrlə dolu olacaq. Ancaq sakit qalsanız, yeni vəziyyətdən yaxşı baş açacaqsınız, necə davranacağınızı tez anlayacaq və düzgün qərarlar qəbul edəcəksiniz. Maliyyə məsələləri diqqət tələb edəcək. Alış-verişə tələsməmək daha yaxşıdır, xüsusən də vacib olmayan əşyalara pul xərcləməyin. Gün qeyri-adi tanışlıqlar vəd edir. Çox güman ki, onlar işgüzar baxımdan faydalı olacaq, sizin üçün yeni peşəkar perspektivlər açacaq. Dostluq münasibətlərinin başlaması da mümkündür. Yeni işlərə tələsməyin. Günün ilk yarısı bəzi tanış məsələlərin həlli üçün daha münasibdir, burada çox səy göstərməyə ehtiyac olmayacaq. Hətta təvazökar uğurlar da sevindirəcək, əhval-ruhiyyənizi nəzərə çarpacaq dərəcədə yaxşılaşdıracaq. Günün ikinci yarısında daha çətin işə keçməyə hazır olduğunuzu anlayacaqsınız. Müxtəlif insanlarla ünsiyyət qurmaq asan olacaq. Əvvəllər ortaq dil tapmadığınız insanlarla tez razılığa gələcəksiniz. Romantik hekayənin başlanğıcını qoyacaq tanışlıq istisna edilmir. Bu münasibətlər həyatınızda mühüm rol oynaya bilər. Bu uğurlu günü çox səmərəli keçirəcəksiniz. Əvvəllər çətin görünən işlərin öhdəsindən gələcək, çox səy xərclədiyiniz işi uğurla başa çatdıracaq və özünüzdən razı qalacaqsınız. İşgüzar danışıqlar yaxşı keçəcək. Bəziləri cəlbedici iş təklifləri alacaq, onları qəbul edəcək və peşman olmayacaqlar. Yaxınlarınızla xırda fikir ayrılıqları, mübahisələr sizi narahat edə bilər. Çox vaxt onlar anlaşılmazlıqlarla bağlı olacaq. Tezliklə hər şey aydınlaşacaq, münasibətlər yenidən isti və ahəngdar olacaq. Axşam saatları sizi romantik sürprizlə sevindirəcək. Günün ilk yarısında təşvişdən çətin ki, qaça biləsiniz. Bu zaman emosional halınız gərgin və əhval-ruhiyyəniz dəyişkən olacaq. Xırda şeylərə qapılmamağa çalışın. Əgər vacib işlərə diqqət yetirsəniz, şübhəsiz ki, onlarla tez bir zamanda məşğul olmağın bir yolunu tapacaqsınız. Günün ikinci yarısı asan və xoş keçəcək. Yaradıcı axtarışlar, təxəyyülünüzü sərbəst buraxmağa imkan verən hər hansı bir iş üçün əlverişli olacaq. Qohumlar bir çox təşəbbüslərinizi həvəslə dəstəkləyəcəklər. Sevdiyiniz insan sizə xoş sürprizlər hədiyyə edəcək. Səhər vacib söhbətlər etməyin. Bu zaman düşüncələrinizi toplamaq və uyğun tonu tapmaq çətin olacaq. Bəziləri də aşkar olanı təkrar izah etmək ehtiyacından bezəcəklər və heç də hər kəs onları mükəmməl başa düşə bilməyəcək.
Ancaq ətrafdakılarla mübahisə etməyə vaxtınız olmayacaq, çünki vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Günün ikinci yarısı isə əksinə ciddi məsələlərin müzakirəsi üçün münasibdir. Onların işə, şəxsi həyatınıza və ya başqa sahəyə aid olub-olmamasının fərqi yoxdur. Hər halda siz əlahəll yolu tapa biləcəksiniz və dərhal özünüzü daha inamlı hiss edəcəksiniz. Şiir. Tanış məsələlərə yaradıcı yanaşma sayəsində əhəmiyyətli uğurlar əldə edə bilərsiniz. Gün uzun müddətdir sizi narahat edən məsələləri yoluna qoymaq və çətinlikləri aradan qaldırmaq üçün əlverişlidir. Əksər şiirlər faydalı tanışlıqlar quracaq və qırılmış əlaqələri bərpa edə biləcəklər. Bu, gələcəklə bağlı planlar qurmaq üçün münasib zamandır. Tezliklə sizə üstünlük qazandıracaq faydalı məlumatlar əldə edə bilərsiniz. Bəzi hadisələr gözlədiyiniz kimi getməsə də, çeviklik və hazır cavablıqla çətinliklərin öhdəsindən gələcəksiniz. Bugün hətta adi işlər də həmişəkindən daha çox səy və vaxt tələb edə bilər. Siz israrlı olacaqsınız və istədiyiniz nəticəni əldə edəcəksiniz, lakin bunun üçün cəhd etməlisiniz. Uzun müddət davam edən razılaşmalar pozula bilər və müttəfiqlər həmişə gözləntilərinizi doğrultmayacaqlar. Amma bu, işgüzar əlaqələri kəsmək, sizin üçün vacib olan əlaqələri dayandırmaq üçün səbəb deyil. Müsbət tendensiyalar zaman keçdikcə artacaq və günün ikinci yarısı şübhəsiz ki, birincidən daha yaxşı alınacaq və sevinç üçün səbəblər gətirəcək. Axşam planlar qurmaq üçün əlverişlidir. Bu müddət ərzində nə planlaşdırmısınızsa, tezliklə həyata keçirə biləcəksiniz. Tələsməyə dəyər. Günün başlanğıcı həm vacib məsələlər, həm də məsuliyyətli görüşlər üçün əlverişli olacaq. Eyni zamanda bəzi köhnə fikirlərə qayıdıb onları həyata keçirmək mümkün olacaq. Köhnə tanışlarınız sizi həvəslə dəstəkləyəcək, onların sayəsində bütün maneələri tez dəf edəcəksiniz. Günün ikinci yarısı istirahət, xoş ünsiyyət üçün münasib olacaq. Uzun müddət kifayət qədər vaxt ayıra bilmədiyiniz faydalı işlərlə məşğul olmaq mümkün olacaq. Uğurlu alışlar, eləcə də hədiyyələr istisna deyil. Onlara görə çox xoşbəxt olacaqsınız. Bağlanmış sövdələşmələr qazanc gətirəcək. Mürəkkəb problemlərin həllinə diqqət yetirin. Bugün nə özünüz, nə də ətrafınızdakiların uzun müddət idarə edə bilmədiyi bir işin öhdəsindən gələ bilərsiniz. Qeyri-müəyyən vəziyyəti düzəltmək, həqiqəti aşkara çıxarmaq, hamını çaş-baş salan suallara cavab tapmaq şansınız olacaq. Bu, asan olmayacaq və səy tələb edəcək, amma bunu edə bilərsiniz. Gün səfərlər üçün əlverişlidir. Əvvəlcədən planlaşdırmağınız və ya tələm-tələsik yola çıxmağınızın fərqi yoxdur. Dostlarla görüşdən həzz alacaqsınız. Qonaqları qəbul edə bilərsiniz, hər kəs xoş vaxt keçirəcək. Gün çətin ki, tamamilə buludsuz olsun, çətinliklər heç gözləmədiyiniz yerdə də yarana bilər. Ancaq yolda keçilməz maneələr olmayacaq və sizin gücünüzdən kənar heç bir problem yaranmayacaq. Bugün bir çoxlarına köhnə tanışları kömək edəcək. Onların dəstəyi sayəsində mühüm məsələlər tez həll olunacaq. Daşınmaz əmlak və qiymətli kağızlarla bağlı məsələlər uğurla həll olunacaq. Əhəmiyyətli gəlir gətirəcək əməliyyatlar istisna edilmir. Axşam ən yaxın insanlarla ünsiyyət üçün əlverişli zaman olacaq. Anlaşmazlıq və mübahisələr üçün heç bir səbəb tapılmayacaq. Gün çətin ki, mühüm qələbə və kardinal dəyişikliklər gətirsin, lakin xoş keçəcək. Şübhəsiz ki, sevinç üçün səbəblər yaranacaq və xoş xəbərlər əskik olmayacaq. Peşəkar maraqlarınızı bölüşən həmkarlarınız və digər insanlarla qeyri-rəsmi şəraitdə danışmağa dəyər, bu faydalı olacaq. Bugün heç də hamı plana uyğun hərəkət edə bilməyəcək. Bir çoxları yeni yollar tapmalı, yarı yolda yeni bir şey ortaya qoymalı olacaqlar. Bu vəziyyəti çox yaxşı idarə edəcəksiniz. Amma axşam yorğunluq yarana bilər, rahat bir istirahət üçün vaxt tapın. Qız, səhər vacib işlərə başlamaq üçün uyğun deyil. Diqqətinizi toplamaq çətin ola bilər. Yaxınlarınızla fikir ayrılıqları mümkündür, amma bu ciddi qarşıdurmalara səbəb olmayacaq. Ailə üzvləri işlərinizə qarışa bilər, bu hər zaman xoş olmasa da onların dəstəyinə görə minnətdar olmalısınız. Bəzi qızlar gözlənilmədən ortaya çıxan dəstəyi düzgün istiqamətə yönəldə biləcəklər. Günün ortasına doğru əhvalınız sabitləşəcək və baş verənlərə müsbət baxmağa başlayacaqsınız.
Uzun müddətdir təxirə saldığınız işləri başa çatdırmaq imkanı yaranacaq. Həm planlaşdırılmış, həm də gözlənilməz görüşlər yaxşı keçəcək. Əvvəllər heç başa düşmədiyiniz insanlarla belə anlaşa biləcəksiniz. Vacib sənədləri tərtib etmək mümkün olacaq, burada heç bir detalı qaçırmayacaqsınız. Köhnə tanışlar əla məsləhətlər verəcəklər və siz mütləq onlara qulaq asacaqsınız. Günün əvvəlində alınan xəbərlər iş planlarınıza təsir edə bilər. Sonradan bəzi məişət məsələlərini həll etmək üçün uyğun vaxt gələcək. Uğurlu alışlar mümkündür, uzun ömürlü əşyalar seçəcəksiniz. Əlverişli gündür, biznesdə təşəbbüs göstərmək üçün mükəmməldir. Çox məsələlərin asılı olduğu insanların diqqətini cəlb etmək imkanınız olacaq. Mümkündür ki, rəqiblər sizinlə mübarizə aparmağın yox, əməkdaşlıq etməyin daha düzgün olduğunuz anlayaraq dəstək təklif etsinlər. Faydalı əlaqələr qura bilərsiniz. Səfərlər yaxşı olacaq, xüsusən də günortadan sonra getsəniz. Dostlarınız və ya köhnə tanışlarınız sizinlə yoldaşlıq etmək istəsələr, xüsusilə əyləncəli olacaq. Yaxşı təsadüflər, xoş sürprizlər mümkündür. Gün məşğul olacaq. Çox şey etməlisiniz və təkcə öz işinizlə deyil, başqalarının işləri ilə də məşğul olmalısınız. Səylər həmişə müsbət nəticə verməsə də, siz sakit və qələbəyə inamlı qalacaqsınız və mütləq məqsədlərinizə çatacaqsınız. Tezliklə dostlaşacağınız yeni tanışlar bu işdə kömək edə bilər. Günün ikinci yarısında təcili həllini tələb edən bəzi məişət problemləri yarana bilər. Ola bilər ki, kiçik, lakin təcili xərclər tələb olunsun. Günün qalan hissəsi çox yaxşı keçəcək. Gün bir çox cəhətdən yaxşı keçəcək. Yalnız maliyyə sektorunda sizin üçün pulla bağlı məsələlərdə səhlənkarlıq səbəbindən çətinliklər yarana bilər. Ehtiyatlı olun, alış və əməliyyatlara tələsməyin, hər hansı bir sənədi imzalamazdan əvvəl diqqətlə yoxlayın. Bütün bunlar lazımsız xərclərdən, uğursuz səhvlərdən qaçmağa kömək edəcək. Qeyri-adi ideyalar, yaxınlarınızın mütləq bəyənəcəyi yeni planlar yaranacaq. Xırda fikir ayrılıqlarından qaçaraq bəzi birgə hərəkətləri razılaşdırmaq mümkün olacaq. Bir çoxları sevdikləri insanın hər işdə onları dəstəkləməyə hazır olduğunu başa düşdükdə özlərini daha inamlı hiss edəcəklər. Gün istənilən faydalı iş üçün əlverişli olacaq. Təcrübəniz mürəkkəb məsələləri tez başa düşməyə, məqsədə ən qısa yolu tapmağa kömək edəcək. Vacib işlərdən yayınmayacaqsınız, beləliklə onların öhdəsindən tez gələ bilərsiniz. Ünsiyyətdə aydınlıq lazımsız təmasların qarşısını almağa kömək edəcək, heç kim sizi çaşdıra və ya aldada bilməz. Köhnə dostlarla söhbət etməkdən həzz alacaqsınız. Son vaxtlar kiminləsə münasibət qurmamısınızsa, bugün ortaq dil tapmaq asan olacaq. Axşam saatları sizi romantik sürprizlərlə sevindirəcək. Bəziləri çoxdan gözlənilən etirafları eşidəcəklər. Tərəzi. Dəyişikliyə ehtiyac hiss edəcəksiniz. Enerjinizi düzgün istiqamətə yönəldə bilsəniz, həyatınızda müsbət dönüşlərə nail olacaqsınız. Bir çox tərəzi maraqlı insanlarla qeyri-adi şəraitdə tanış olacaq. Qohumlarınızın və ya dostlarınızın problemləri ilə maraqlanmalı olacaqsınız və bu, onlarla münasibətlərinizi daha da möhkəmləndirəcək. Təcrübəli dostların məsləhətlərinə qulaq asın, onlar sizə faydalı fikirlər verəcəklər. Qısa səfərlər istər tək, istərsə də yaxın bir insanla olduqca xoş keçəcək. Gözlənilməz şəkildə görüləsi işlər çox olacaq və siz ilk olaraq nə edəcəyinizə dərhal qərar verə bilməyəcəksiniz. Yeni narahatlıqlar və məsuliyyətlər yarana bilər, hər şeyin öhdəsindən necə gələcəyinizi anlamaq üçün vaxt lazımdır. Xoşbəxtlikdən, yaxınlıqda həm əməldə, həm də məsləhətlə kömək edəcək insanlar olacaq. Köhnə dostlar da maraqlı bir şey təklif edəcəklər. Gün xoş təəssürat yaratmaq istədiyiniz insanla görüş üçün münasibdir. Güclü tərəfləriniz diqqətdən kənarda qalmayacaq və saxta təvazökarlıq olmadan qələbələriniz və nailiyyətləriniz haqqında danışacaqsınız. Tələsməyin. Bugün həftənin asan və əyləncəli günü olmaya bilər, amma sağlam düşüncəyə arxalansanız, qabaqcadan düşünsəniz və lazım olduğundan daha çox risk etməsəniz gün yaxşı nəticələnəcək. Çox fərqli insanlarla ünsiyyət qurmaq asan olacaq. Mümkündür ki, yeni müttəfiqləriniz olacaq. Böyük zəhmət verilmiş işi uğurla başa çatdırmaq imkanı yaranacaq. Bəziləri çox düşündükləri suallara cavab alacaqlar.
Axşam romantik sürprizlər də daxil olmaqla xoş anlar vəd edilir. Bugün insanlarla ünsiyyət qurmaq, onlarla dil tapmaq xüsusilə asan olacaq. Başqalarından əvvəl faydalı məlumat almaq, sizdən gizlədilənləri təxmin etmək mümkün olacaq. Yəqin ki, son vaxtlar tanıdığınız biri ilə münasibətlərin niyə gərgin olduğunu başa düşəcəksiniz. Bir çox anlaşılmazlıqlar aradan qaldırılacaq, qarşılıqlı incikliklər unudulacaq. Bugün vacib məsələlər qeyri-rəsmi şəraitdə həll edilməlidir. Hər kəsin xoşuna gələcək həll yolunu tapmaq çox asan olacaq. Əvvəllər ünsiyyət qurmaqda çətinlik çəkdiyiniz insanlar birdən-birə sevimli və xoş insanlara çevriləcəklər. Yeni bir işlə məşğul olanlar, çətin məsələlərin həllinə başlamaqdan çəkinməyənlər üçün gün yaxşı keçəcək. Bir çoxları əvvəllər öyrəndikləri vərdişlərdən faydalanacaqlar. Təcrübə sizə işdə səhvlərdən, ünsiyyətdə bir çox xoşagəlməz məqamlardan qaçmağa imkan verəcək. Əməkdaşlıq üçün maraqlı təkliflər istisna edilmir. Son cavabı verməyə tələsməyin, bir az vaxt götürərək daha əlverişli şərtlərə nail ola bilərsiniz. Bugün hətta əvvəllər ortaq dil tapmadığınız insanlarla belə anlaşmağınız asan olacaq. Yəqin ki, uzun müddət mübahisə etdiyiniz bir insanla barışacaqsınız və ya bəzi köhnə əlaqələri bərpa edəcəksiniz. Gün yaxşı keçəcək, çoxlu yeni ideyalar və planlar gətirəcək. Şübhəsiz ki, köhnə tanışlar maraqlı bir şey təklif edəcəklər və intuisiyanız sizə razı olub olmayacağınızı mütləq söyləyəcək. Əvvəl yalnız ehtimal edə bildiyiniz bəzi mətləblər tam aydın olacaq. Çoxları anlayışınıza təəccüblənəcəklər. Əvvəllər sizi kiçik hesab edən insanlar fikirlərini dəyişəcəklər. Potensial pul daxil olmaları gözlənilir. Onlar çox faydalı olacaq, çünki bugün çoxdan əldə etmək istədiyinizi tam olaraq almaq imkanınız olacaq. Yaxınlarınızdan gözlənilməz hədiyyələr istisna deyil. Əqrəb. İlk cəhddə istədiyiniz nəticəni əldə etməyəcəksiniz, amma bu işləri təxirə salmaq üçün bəhanə olmamalıdır. Səhər saatlarında yığılıb qalmış ev işləri ilə məşğul olmalı olacaqsınız. Əksər əqrəblər xırda hadisələrə görə özlərini ələ almalı və səbirli olmalıdırlar. Ailə üzvləri ilə fikir ayrılıqları mümkündür, lakin istəsəniz bu problemləri tez bir zamanda həll edə bilərsiniz. Günorta saatları yeni biliklər qazanmaq və ya imtahanlara hazırlaşmaq üçün uyğundur. Öyrəndikləriniz yaddaşınızda uzun müddət qalacaq. Axşam dostları evə dəvət etmək və ya qonaq getmək üçün münasib vaxtdır. Gün çoxlu narahatlıqlar gətirəcək. Gözlənilməz problemlərin həllinə diqqət yetirmək üçün planlaşdırılan işləri təxirə salmaq lazımdır. Hamısını edə bilərsiniz, ancaq vaxt və səy tələb edəcək. Buna görə də səbirli olun və nə özünüzdən, nə də başqalarından mümkün olmayanı tələb etməyin. Bacarıq və təxəyyül bir çox çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Başqalarının diqqət etmədiyi fürsətləri görəcəksiniz, məqsədə ən qısa yolu tapacaqsınız. İntuisiyanız sizə son zamanlar gərgin şəkildə inkişaf edən münasibətləri yaxşılığa doğru necə dəyişdirəcəyinizi söyləyəcək. Əhəmiyyətli işlər üçün yaxşı gündür. Çətin ola bilər, amma yenə də böyük işlər görəcəksiniz. Başqalarının uğursuzluğa düçar olduğu və geri çəkilmək məcburiyyətində qaldığı yerlərdə əzmkarlıq sizə uğur qazanmağa kömək edəcək. Bugün bir çoxları əvvəllər qazandıqları təcrübədən faydalanacaqlar. Yeni bir şey öyrənmək asan olacaq. Faydalı ola biləcək hər şeyi tez yadda saxlayacaqsınız, alınan məlumatlardan düzgün nəticə çıxaracaqsınız. Xoş tanışlıqlar istisna deyil. Sizi ilk dəfə görən insanlarda xoş təəssürat yarada biləcəksiniz. Gün narahat olacaq, bir anda bir neçə işlə məşğul olmalı, çətin vəziyyətdə olanlara kömək etməli, başqalarının səhvlərini düzəltməli olacaqsınız. Belə bir vəziyyətdə olan başqa biri şübhəsiz ki, çaşbaş qalardı, amma siz hər şeyin öhdəsindən mükəmməl gələcəksiniz. Günün ortalarında yaxın günlərdə həyata keçirilməsinə diqqət yetirəcəyiniz yeni planlar yarana bilər. Bəzi qeyri-adi, qəribə və gözlənilməz hadisələr mümkündür. Onlar sizi maraqlı fikirlərə çəkib aparacaq, tanış problemləri fərqli tərzdə nəzər salmağa kömək edəcək və hansı istiqamətə getməli olduğunuzu söyləyəcək. Gün gərgin və olduqca yorucu olacaq. Bəzi gündəlik problemlər yarana bilər, bunun üçün iş tapşırıqlarından yayınmalı olacaqsınız. Başqaları ilə ümumi dil tapmaq asan olmayacaq, sizə aydın görünənləri dəfələrlə izah etməli olacaqsınız.
Lakin müsbət tendensiyaların təsiri hələ də nəzərə çarpacaq, xüsusən də şəxsi münasibətlər sferasında. Yaxınlarınızın dəstəyini hiss edəcəksiniz, bütün problemlərin öhdəsindən tək gəlməyin heç də lazım olmadığını başa düşəcəksiniz. Bəzi xoş xəbərlər, romantik sürprizlər, ruhlandırıcı hadisələr mümkündür. Günün başlanğıcı qətiyyətli hərəkətlərdən daha çox düşünmək üçün münasibdir. Bu zaman planlar qurmaq və onları müzakirə etmək, müxtəlif ssenariləri müqayisə etmək yaxşı olar. Ciddi bir şey etmək üçün doğru an biraz sonra gələcək. Zamanında intuisiyanız sayəsində lazımi fürsəti lazımi anda yaxalayacaqsınız. Günün ikinci yarısı sizi şənləndirəcək xoş tanışlıqlar və görüşlər vəd edir. Müxtəlif insanlarda xoş təəssürat yaratmaq sizin üçün asan olacaq. Ola bilər ki, kimsə ilk baxışdan sizə aşiq olsun. Ox atan. Cəsarətli planlarınızı həyata keçirmək üçün əlverişli gündür. Yaradıcılıq qabiliyyətiniz gözlənilməz şəkildə üzə çıxacaq. Bir çox ox atan gələcəkdə yaxşı gəlir vəd edən perspektivli ideyalar irəli sürəcək. Faydalı insanlarla pozulmuş əlaqələri bərpa etmək üçün fürsət yaranacaq. Dostlarınız isə işlərinizə gözlənilmədən müsbət təsir göstərəcəklər. Günün sonunu sakit atmosferdə keçirmək daha yaxşıdır. Gərəksiz müzakirələrdən uzaq durun. Zövq aldığınız bir işlə məşğul olun və bir qədər dincəlməyə çalışın. Gün parlaq və yadda qalan olacaq. Daha əvvəl fərq etmədiklərinizə diqqət yetirəcək, yeni imkanları görəcək və hər birindən istifadə etməyə çalışacaqsınız. İşdə təşəbbüs göstərmək, yeni nəsə təklif etmək faydalıdır. Çoxlarının ideyalarınızı dəstəkləmək istəməsinə təəccüblənəcəksiniz. Əhəmiyyətli məsələləri sakitcə müzakirə etmək mümkün olacaq. Bəziləri həm özləri, həm də yaxınları üçün həyatı çətinləşdirən problemi necə həll edəcəklərini başa düşəcəklər. Yeni və qeyri-adi işlər, ixtiraçılıq, təxəyyül tələb edən istənilən fəaliyyət üçün əlverişli gündür. Çox güman ki, sübut edilmiş üsullarla hərəkət edə bilməyəcəksiniz və yeni bir şey tapmalı olacaqsınız. Burada nəyə qadir olduğunuzu göstərəcəksiniz. Biznesə qeyri-ciddi yanaşmanız çoxlarını heyran edəcək. Evdə bəzi gözlənilməz və çox xoş hadisələr mümkündür. Bəziləri yaxınlarından biri ilə bağlı xoş xəbərlər alacaqlar. Axşam dostlarla görüş üçün münasibdir. Qonaqları qəbul edə bilərsiniz. Gün hadisələrlə dolu və kifayət qədər yorucu olacaq. Gözlədiyinizdən daha çox diqqət tələb edən işlər çıxacaq və ilk növbədə nə ilə məşğul olacağınızı dərhal aydınlaşdıra bilməyəcəksiniz. Başqaları ilə münasibətləri inkişaf etdirmək asan olmayacaq. Çətin ki, gərgin anlardan qaça biləsiniz, amma ciddi münaqişələrə yol verməyəcəksiniz. Həyatınıza müxtəliflik əlavə etmək, yeni bir şey sınamaq istəyəcəksiniz. Buna heç nə mane olmayacaq. Bununla belə, həddindən lazımsız riskdən qaçmaq vacibdir. Heç yerə tələsməsəniz, gün yaxşı keçəcək. Düşünülmüş qərarlar düzgün olur, lakin tələsik addımlar nadir hallarda məqsədə aparır. Çalışın keçici emosiyalara tabi olmayın və öz maraqlarınızı sağlam düşüncə ilə müdafiə edin. Bugün sərhədlərinizi qorumaq bacarığı faydalı olacaq. Tamamilə yeni iş planları ortaya çıxa bilər. Yəqin başa düşəcəksiniz ki, hamını çaşdıran problemlərin həlli yolu var, fərasətinizə həsəd aparmaq olar. Gün ünsiyyət üçün əlverişli olacaq. Dostlarınıza öz fikirləriniz barədə danışmaq fikriniz vardısa, bunu elə indi edin. Siz mütləq dəstək alacaqsınız və planınızın həyata keçirilməsində kömək etmək istəyənlər də olacaq. Uğurlu təsadüflər çox güman ki, sizə maraqlı fikirlər verəcək, yaxın gələcəkdə nə edəcəyinizi söyləyəcək. Bir çoxları elmi uğurlar qazanacaqlar. Faydalı ola biləcək hər şeyi xatırlamaq asan olacaq. Kiçik həcmdə məlumatla kifayətlənməli olsanız belə yaxşı nəticələr ala biləcəksiniz. Oğlaq. Gözlənilməz və maraqlı hadisələrlə dolu bir gün olacaq. Günün əvvəlində vacib qərarlar vermək üçün uyğun vaxt deyil. Bir çox oğlaq xəyalpərəst olacaq, bu da hadisələri real qiymətləndirməyi çətinləşdirəcək. Ancaq bu vəziyyət sizə istirahət etmək və tələsik qərarlardan yayınmaq imkanı verəcək. Günün ikinci yarısı dostlar və ya qohumlarla görüşmək üçün uyğundur, xüsusilə də onlarla uzun müddətdir görüşməmisinizsə.
Bu görüşlər sizə xoş anlar yaşatmaqla yanaşı faydalı ideyalar da bəxş edəcək. Ətrafınızdakı yaxınların dəstəyinə güvənə bilərsiniz. Gün işgüzar baxımdan uğurlu olacaq. Tanış işlər üçün və tamamilə yeni problemlərin həlli üçün eyni dərəcədə uyğundur. Əvvəllər sizi kiçik hesab edən insanlar nə qədər səhv etdiklərini anlayacaqlar. Sizin səyləriniz sayəsində uzun müddətdir davam edən bəzi problemlər həll olunacaq, qeyri-müəyyən situasiyalardan çıxış yolu tapılacaq. Başqaları ilə yaxşı anlaşacaqsınız, hətta son rəqiblərlə belə danışıqlar apara biləcəksiniz. Ola bilsin ki, köhnə tanışlar sizə son vaxtlar taleyi ilə bağlı narahat olduğunuz adamdan xəbər gətirəcəklər. Siz mürəkkəb işlərin öhdəsindən mükəmməl gələcək, çoxlarını çaşdıran problemləri tez həll edəcəksiniz. İntuisiyanız kömək edəcək, onun göstərişləri sayəsində siz dərhal qeyri-müəyyən bir vəziyyətdə özünüzü istiqamətləndirəcək, ən yaxşı şəkildə necə hərəkət edəcəyinizi başa düşəcəksiniz. Səhər müstəqil fəaliyyət üçün əlverişlidir, daha sonra tərəfdaşlar axtarmaq üçün doğru vaxt gələcək. Yaxınlarınızla fikir ayrılığına heç bir səbəb olmayacaq. Keçmişdə bir çox mübahisələrə səbəb olan mövzularda danışa bilərsiniz. Bu dəfə hər kəsin bəyənəcəyi həll yolu tapmaq mümkün olacaq. Kiçik pul gəlirləri ehtimalı var, onlar lazımlı olacaq, yaxşı alış-veriş edəcəksiniz. İş məsələlərini müzakirə etmək, əməkdaşlığa başlamaq üçün ideal gündür. Hər şeyi tək başına idarə edə biləcəyinizə əmin olsanız belə təklif olunan köməkdən imtina etməyin. Birincisi, dəstək yenə də artıq olmayacaq, ikincisi, uzun müddətli səmərəli əməkdaşlıq ümumi bir işdən başlaya bilər. Maliyyə məsələləri uğurla həll oluna bilər. Nağd pul daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən gəlirləriniz ola bilər. Alış-verişi ən yaxşısı günortadan sonra etmək lazımdır. Məhz bu zaman düzgün seçim etmək daha asan olacaq. Günə başlamaq yorucu ola bilər. Ancaq əsəbləşməyin və ruhdan düşməyin. Zaman keçdikcə nəzərə çarpacaq irəliləyiş əldə etmək şansınız olacaq. Təcrübəniz sizə mürəkkəb iş tapşırıqlarının öhdəsindən gəlməyə kömək edəcək. Daha sonra istirahət üçün əlverişli vaxt olacaq. Çox darıxdığınız insanlarla yaxın olmaq fürsəti yaranacaq. Dostlar və digər yaxın insanlar sizi xoş xəbərlərlə sevindirəcəklər. Gün yaxşı keçəcək. Şübhəsiz ki, sizə vacib və ciddi bir məsələ ilə tez bir zamanda məşğul olmaq və ya son vaxtlar hər kəsi narahat edən suala düzgün cavab tapmaq şansı verəcək. Yeni şeylər öyrənməyə hazır olun, faydalı təcrübələr mənimsəyin, o bugün mütləq lazım olacaq. Xoş görüşlər mümkündür. Dostlar gözlənilmədən ziyarətə gələ bilər və uzun müddət görmədiyiniz insanlarla görüşməyiniz mümkündür. Sevdiyiniz insanla ünsiyyət qurmaq sizi sevindirəcək. Bugün bir növ qeyri-adi bir görüş təşkil etmək qərarına gəlsəniz, bu şübhəsiz ki, hər ikiniz üçün yadda qalan olacaq. Dolça. Hər şey istədiyiniz kimi getməsə də gününüz xoş hadisələrlə yadda qalacaq. Səhər saatlarında ailə məsələlərinə vaxt ayırmalı olacaqsınız. Bu, gözlənildiyindən çox vaxt və enerji tələb edə bilər, lakin nəticəsi sizi sevindirəcək. Əhəmiyyətsiz məsələlər üzərində qohumlarla mübahisəyə girməməyə çalışın. Münaqişələrdən qaçmaq münasibətlərinizi qorumaq baxımından daha vacibdir. Axşam saatları yaradıcılıq və hobbilərlə məşğul olmaq üçün əlverişlidir. Sevdiyiniz fəaliyyət sizi sakitləşdirəcək və rahatlıq tapmağa kömək edəcək. Gün sakit və xoş keçəcək. Bəzi köhnə işləri başa çatdırmaq, son vaxtlar haqqında düşündüyünüz məsələləri həll etmək üçün əlverişlidir. Sizi çoxdan tanıyan insanlar gözəl məsləhətlər verəcək və vaxtında köməklik göstərəcəklər. Bəziləri yaxın gələcək üçün hədəflər barədə qərar verəcək, digərləri prioritetlərin dəyişdiyini anlayaraq uzun müddətli planlara düzəliş edəcəklər. Köhnə dostlarla ünsiyyətdən məmnun qalacaqsınız, çünki onların sizə həm şad xəbərləri, həm də maraqlı təklifləri olacaq. Romantik bir görüş məyus etməyəcək. Gün istənilən görüş üçün idealdır. Vacib bir məsələni müzakirə etməyin vaxtıdırsa, doğru tonu tapacaqsınız və düzgün sözləri seçəcəksiniz. Yaxşı təəssürat yaratmaq lazımdırsa, sadəcə özünüz olun və hətta adətən başqalarına qarşı çox tələbkar olanlar da sizi bəyənəcək. Çoxları sizin fikrinizi dinləyəcək. Adi işlər asan alınacaq. Öhdəsindən tez gələcəksiniz və tezliklə yeni bir iş götürmək fürsəti yaranacaq.
Bəziləri istedadları üçün gözlənilməz istifadə formaları tapacaqlar. Çox cəlbedici biznes təklifləri istisna edilmir. Gün yaxşı keçəcək. Çox sevinəcəyiniz xoş tanışlıqlar, görüşlər vəd edir. Bəzi köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz şəxslərlə barışmaq şansı yaranacaq. Həm iş, həm də bəzi şəxsi məsələləri müzakirə edə bilərsiniz. Hər halda, hamının xoşuna gələcək bir həll yolu tez tapa biləcəksiniz. Hədiyyələr və xoş sürprizlər ehtimal olunur. Bəziləri çoxdan xəyal etdiklərini tam olaraq əldə edəcəklər. Şəxsən sizə və ya yaxınlarınızdan birinə aid olan gözəl xəbərlər istisna deyil. Günün ilk yarısı çətin ki, məhsuldar olsun. Bu zaman əvvəllər ortaq dil tapmaq asan olmayan insanlarla boş söhbətlər, müzakirələr sizi işdən yayındıra bilər. Siz emosiyalarınızı idarə edə və münaqişədən qaça biləcəksiniz, lakin bunun üçün səy tələb olunacaq. Zaman keçdikcə vəziyyət sabitləşəcək, özünüzü daha sərbəst və inamlı hiss edəcəksiniz. Günorta xoş xəbərlər və gözlənilməz hədiyyələr olacaq. Kiçik pul gəliri çox faydalı olacaq, çünki çoxdan xəyal etdiyiniz bir şeyi almaq imkanı yaranacaq. Gün işgüzar səfərlər üçün idealdır, onlar gözlədiyinizdən də yaxşı nəticələr verəcək. Potensial işə götürənlərlə danışıqlar da məyus etməyəcək. Bəziləri fəaliyyət sahələrini çoxdan maraqlandıran sahəyə dəyişdirmək şansı əldə edəcəklər. Sevdiklərinizlə ünsiyyətdən həzz alacaqsınız. Ailə planlarını müzakirə etmək faydalı olacaq. Bəlkə də demək olar, qeyri-mümkün görünən işi necə həyata keçirəcəyinizi başa düşəcəksiniz. Hətta adətən yeni hər şeyə şübhə ilə yanaşanlar belə bugün fikirlərinizi bəyənəcəklər. Balıq. Bugün sizi bir sıra xoş sürprizlər gözləyir. Tezliklə reallaşacaq maraqlı ideyalar ortaya çıxacaq. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün münasib zamandır. Bir çox balıqlar gözlənilməz vəziyyətlərin öhdəsindən gəlmək üçün kifayət qədər güc və enerjiyə malik olacaqlar. Ev işlərinə kifayət qədər vaxt ayırmalı olacaqsınız, lakin ailə üzvləri sizə yardım etməkdən məmnun qalacaqlar. Birgə fəaliyyət həm münasibətlərinizi gücləndirəcək, həm də uzun müddət davam edən anlaşmazlıqları aradan qaldırmağa imkan verəcək. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq faydalı ola bilər. Günün ilk yarısı narahat keçəcək. Əhvalınız dəyişkən olacaq, kiçik hadisələri ürəkdən qəbul edə, boş şeylərdən narahat ola bilərsiniz. Bəziləri öz işləri ilə məşğul olmaq əvəzinə başqalarının problemlərinin həllinə diqqət yetirəcək və sonra fərqli şəkildə prioritet verməli olub-olmadıqlarını düşünəcəklər. Sonradan təşəbbüs göstərmək, ideyaları bölüşmək, yeni bir şey təklif etmək üçün əla vaxt gələcək. Bu, təkcə işə deyil, həm də şəxsi münasibətlər sahəsinə aiddir. Əsl hisslərinizi gizlətməsəniz, çox şey yaxşılığa doğru dəyişəcək. Günün ilk yarısı sakit keçəcək. Çətin ki, bu zaman vacib məsələlər üçün münasib olsun. Ancaq bəzi kiçik işlərə diqqət yetirsəniz, onların öhdəsindən tez gələcəksiniz. Bəzi gözlənilməz görüşlər, faydalı nəsə öyrənəcəyiniz maraqlı söhbətlər istisna deyil. Günün ikinci yarısı isə əksinə məhsuldar və hadisələrlə zəngin olacaq. Yeni bir iş götürmək, əvvəllər çox çətin görünənləri öyrənməyə başlamaq üçün uyğundur. Başqaları ilə ünsiyyət qurmaq asan olacaq. İntuisiyanız sayəsində hətta əvvəllər ünsiyyətə meyilli olmayan insanlara da yanaşma tapacaqsınız. Gün çoxdan görmədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. Söhbət üçün ümumi mövzular tapmaq, bəzi planlar üzərində razılaşmaq asan olacaq, fikir ayrılığı üçün heç bir əsas olmayacaq. İşgüzar görüşlər uğurlu olacaq. Özünüzü düzgün aparsanız, tezliklə maraqlı təkliflər alacaqsınız. Günün ikinci yarısı sevənlərə xoş sürprizlər gətirəcək. Son zamanlar gərginləşən sevgi münasibətləri nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək. Hər ikinizi üzən fikir ayrılıqları keçmişdə qalacaq. Bugün mütləq diqqət mərkəzində olacaqsınız. İşləriniz əvvəllər tamamilə biganə olanları da maraqlandıracaq. Uğurlarınız diqqətdən qaçmayacaq, amma təəssüf ki, kiçik səhvlər də var tarazlığınızı itirməməyə çalışın. Əgər siz təriflərdən səmimi zövq alırsınızsa və tənqidlərə fəlsəfi yanaşırsınızsa, çoxlarında xoş təəssürat yaradacaqsınız. Bəzi gözlənilməz və uğurlu tanışlıqlar ola bilər. Bəlkə də həm dostluq, həm də romantik münasibətlərin başlanğıcı qeydə alınacaq.
Gün qeyri-adi perspektivli ideyalar gətirəcək.